Salamlar. Necəsiniz qızlar? Nə var, nə yox? Çoxdan da vlog çəkmirdim. Dedim elə qızım da bu gün evdəykən mənə də dedi ki, kömək eləyəcək. Ona görə qərara gəldik ki, sizin üçün bir vlog hazırlayaq. Elə videonu başlatmaz qızım məndən küsdü, dalaşdıq, çıxdı, getdi. Bu uşağın küsməyi mən öldürəcəkdi. İnarsız dəhşət çox küsəyən uşaqdır. Nəysə dedim ki, yağışlı havadır, gözəl havadır. Gətirim biraz evə əl gəzdirim. Həqiqətən də neçə vaxt ki, evə əl gəzdirmirəm. Elə belə yüngülvari eləyirəm. Elə indi də nə yalan deyim, həmişəki kimi eləyəcəm. Yaydan bəri evi silməmişəm, hələ ki silə bilmirəm. Heç indi də silməyəcəm. Yəni onu gözləməyin. Sizə demişdim də mən ancaq payız, qış aylarında ev silmirəm. Ancaq yay, yaz aylarında silirəm. Nəsə fəsilnəndir mənə elə gəlir ki, pəncərə çox qalanda amma bilmirəm, yoxsa nədirsə həmin aylarda daha çox evi hər dəfə çalışıram ki, heç olmasa həftədə bir dəfə evi siləm. Evi təmizləməyə qərar verəndə ilk növbədə əlim yataq otağına gedib plastinaları dəyişməyə və s. belə şeyləri. Bunları tez-tez dəyişirəm. Yəni evi gec-gec silsəm də bunları tez-tez dəyişirəm. Heç cürə özümə vərdiş eləyə bilmirəm də bu yuxudan duranda çarpayını toplamağı vərdiş eləyə bilmirəm. Nə yalan deyim, yəni neçə dəfə çalışdım, cəhd elədim, bir neçə gün davam dedilər ki, bir neçə gün davam eləsən, o səndə vərdiş halına gələcək, amma bir neçə gün davam elədim, yenə atdım. Heç cürə əlim getmir. Çünki fikirləşirəm ki, onsuz da gəl bax xırda yatacağıq da axşam, ona görə yəni neyinirəm ki, yığıb belə elə. Nəysə belənçiyinə çarpayımızı dedim ki, vlog çəkirəm, qoy elə plastinaları dəyişmişkən çarpayının üstündə yığım, ayıb olmasın. Keçən dəfə çox xanımlar yazmışdılar ki, qızın böyükdür, necə beşiyə sığır. Bizim beşiyimiz qızlar bir nəfərlik kravat boydadır, yəni çox uzundur. Ona görə rahatlıqla sığır, yatır. O vaxtda alanda da əslində elə böyüklüyünə görə açılır, çox böyük olur. Ona görə o vaxtı bundan almışdım. Amma əslində indi nə yalan deyim, istəyirəm ki, bunu sökdürəm yoldaşıma. Çünki çox ora-bura sürtləmişik deyə dəhşət çox artıq səs eləyir. Uşaq hər dəfə çevriləndə mən oyanıram, yəni dəhşət çox səs eləyir. Buna görə də artıq qərara gəlmişəm ki, yoldaşım evdə olan günü bu beşiyi sökdürəm tamamilə, onu da köçürdəm öz otağına. Görək də inşallah nə vaxt da qismət olur bizə bu gözəl anı yaşamaq. Əslində qızım balaca olanda bir neçə hələ aylıq idi. Onda öz otağında yatırdı. Lakin mənim yoldaşım rayonda əvvəllər işləyirdi. Daha çox rayonda qalırdı və mən də qızım da evdə tək olurduq. Bəzən o dururdu, tək olurdu. Onun səsini eşidib mən qorxurdum. Belə mən qərara gəldim ki, niyə mən bu qorxu ilə yaşayım? Elə beşiyin özüm sürtləyə gətirdim bu otağa ki, elə uşaq da yanımda yatsın. Onun hənirtisi ilə daha rahat yata bilərəm düşünürdüm. Amma həqiqətən də elə yatdım. O da mən də ikimiz də çox rahat yatmışdıq. Amma indi artıq özü də böyüyüb. Düzdür, hələ ki istəmir. Mənlə o qədər ki yatıb ki, mənlə deyəndə yəni beşiyində yatır, mənlə yatmır. Yəni o qədər bizim otaqda yatıb ki, öyrəşməyib də hələ ki tək otağa. Amma inşallah dediyim kimi beşiyin tezliklə sökdürüb öz otağına köçürtmək fikrimdəyəm. Yataq otağını bitirdikdən sonra keçirəm qızımın yataq otağına. Burada yatan yoxdur deyə çarpayların üstündə heç plastinalar dəyişmirəm. Elə bir dənə plastinanı sərmişəm matrasın üzərinə. Döşək də yoxdur. Amma demişəm ki, bu dəfə mama gilə gedəndə gərək mən cəhizlik döşəklərimdən gətirəm. İnarsız mən o vaxtı gəlin köçəndə mənə mama yastıq, yorğan, döşək, hamısını o yuno olanlardan vermişdi. Amma maşın tutub hamısını geri qaytardım. Çünki heç birini istəmirdim. Matrasın üzərinə, mən də görmüsünüz yəqin ki, yataq otağında matrasın üzərinə belə qalın döşək əvəzi almışam. Onu istifadə edirəm illərdir. Arada bir dəyişirəm. İndi qızımın otağında matrasın üstü boş qalıbdı. Düşünürəm ki, mama gildən döşək gətirərəm. Çünki qızım yumuşaq yerdə yatmağı sevir. Düşünürəm ki, 2 dənə döşəyimi gətirərəm. Bu 2 dənə çarpayının üzərinə sərərəm. Qızım da bəlkə yumuşaq olandan sonra yatar.
Amma hələ ki burada yatan yoxdur deyə buranın plastinasını dəyişməyəcəm. Sadəcə burada əyin dəyişilir. Bir də uzaqbaşı dostları gələndə girir burada oyuncaqları ilə oynayır və salam. Adətən tək olanda heç bu otağa girmir də. Özünüz də görəcəksiniz, hara gedirəmsə arxamca gəlir. Yəni evdə ikimiz olanda fikir verirəm ki, yəni bir yerdə oturub sakitcə oynamır heç vaxt. Mən hara gedirəm, o da mənim arxamca gəlir. Deyinə darıxıram, sıxılıram, nə bilim oyun tapa bilmirəm. Belə adətən ona görə qonşu uşaqlardan kimsə çağırıram ki, gəlsinlər, ikisi də oynasınlar, başları qarışsın. Və bu otağı da bitirdikdən sonra məşhur mətbəximə keçirəm. Mətbəxim yenə həmişəki kimi, həmişəki vəziyyətdədir. Dedim, biraz buralara da əl gəzdirim. Yeməyi axşama hazırlayacağam. Qabları yumayacağam. Qabları qapıyana qızma dedim, o yığsın. Kömək eləyəcəm ona. Sadəcə mən də biraz ortalığı, bəzi şeylər var ki, ortalıqdadır. Onları yerbəyər eləyəcəm. Qızlar, bu 32 yaşım var. 32 yaşımda mən heç cürə öyrəşə bilmirəm də götürdüyümü yerinə qoyam. Götürdüyünün yerinə qoya bilmirəm deyə də ortalıq həmişə bizə dağınıq vəziyyətdə qalır. Ona görə də bizdə həmişə, yəni evimiz köç vəziyyətindədir. Burada onu qabiyana qoyuram. Qabiyanım qalıb ortalıqda. Keçən dəfə bir neçə xanım yenə yazmışdı ki, qabiyanızın yeri yaxşı deyil. Mən bilirəm ki, yaxşı deyil. Sadəcə vaxt baxımından, nə bilim, necə deyim, yer baxımından hələ ki onu bir yerə qoya bilməmişəm. Sadəcə mən də boynumda demişdim sizə, protruziyam var, nə bilim çiynimdə maya yığılıb üstünüzə sağlıq. Ona görə mən çox qab yuya bilmirəm, çox iş görə bilmirəm. Mama sağ olsun mənə hədiyyə elədi bu qabiyanı. Heç inanırsız düşünmədim ki də bunu hara yerləşdirəcəm, nə edəcəm. Dedim, əsas odur ki, qabiyan olsun, eyb yox, yer tapılmasa da, ortalıqda qalsa da olar. Əsas odur ki, yəni o ağrını mən yaşamayım. Düzdür, indi də yenə də arada bir ağrıyır, amma əvvəlki kimi çox qabiyanda ağrıyırdı, onda dəhşət idi. İndi məsələn o formada olmur şükür. Ona görə də hələ ki yer tapa bilməmişəm. Çünki balkonda bizdə cam balkon yoxdur. Hamam otağında yer yoxdur ki, paltaryanı ora göndərəm, onu paltaryanın yerinə qoyam. Usta gələsidir, usta burada hansısa bir şkafı ləğv eləyəsidir, şkafın yerinə həmin o qabiyanı yığasıdır, sonra təzədən o şkafın ölçüsündə, rəngində nəsə bir belə qapaq gedib hazırlayıb gətirəsidir. Ona görə belə uzun bir macəram olduğunu bilirəm. Ona görə də ərincəkliyim tutub elə deyirəm ki, dursun hələ ki yerində. Buradakı sürmələri də hər dəfə deyirəm ki, sizlə bir yerdə vlog çəkəcəm, onları təmizləyəcəm. Yəni oralar da pis gündədir həqiqətən də. İnşallah oranı da bir dəfə özümü toparlayım, oranı da vloqunu çəkəcəm.
Nəysə ki, mətbəxi biraz yüngülvari qurtardıq və keçdik qonaq otağına. Qonaq otağımız da mətbəxdən betər, mətbəximiz qonaq otağından betər. Dəhşətdir də, dəhşət. Yəni söz tapa bilmirəm mən. Nəysə, qızıma söz vermişəm, yolkanı bu gün quracağam. Neçə vaxt ki, yubada gəldim, axırda dekabr ayı gəldi. Əslində yolkanı bizim köhnə çarpayımızı qaynanamgilin o yaşadığı evə göndərəndə yolkanı da onun altında göndərmişdim ki, getsin ora, elə orada qurarıq indən belə, burada qurmayaq, dəhşət çox qarı tökülür. İnanın Allaha, yəni yolka kim almaq istəyirsə, məndən sizə məsləhət, ağ qarlı tökülən, o qarı tökülən yolkalardan qəti şəkildə almayın. Axırda sizə göstərəcəm niyəsin. Bura baxın siz Allah, zibilliyə oxşuyur, Allah and olsun. Yəni qızım əlinə keçəni, əlinə, gözünə görkəni hər şeyi gətirir burada, düzəldir, tökür, dağıdır, oynayır. Əslində həmişə deyirəm bunu sizə, vloqlarımda deyirəm, bu məni narahat eləmir. Yəni əsas odur ki, o nəyləsə məşğul olur, onun inkişafı üçün bilirəm ki, belə şeylər daha yaxşıdır. Ona görə icazə verirəm. Sadəcə düzdür, adamı yorur və ev çox dağınıq olur. Nə bilim, hələ ki yola verirəm. Yavaş-yavaş bunu da ona tərk etməyə çalışıram. Bilmirəm, çox adam məni qınayır ki, artıq böyük qızdır, qoyun özü təmizləsin, tökməsin, dağıtmasın. Yavaş-yavaş eləyirəm, yəni çox birdən-birə eləmirəm. Bilmirəm niyə, çünki mama mənə də sağ olsun, çox belə incitmədən, heç mən evdə iş görmürdüm. Yəni o da, ona görə mən də qızıma elə çox öyrədirəm. Yəni mən bunun mənfi tərəfini görməmişəm də. Belə yəni ev işləri mənim üçün çox axırıncı bir plandadır. Ona görə mən də qızıma bunu narahatçılığın yaşatmıram. Burada notebookumu çıxartdım qutusundan, digərini qoydum ora. O digəri olan köhnə versiyaydı və burada ütü eləmişdim deyə ütünü də yığışdırdım. Stolumu biraz səliqəyə salıram ki, axırda o yolkanı quranda evimiz bir tərtəmiz görsənsin. Görürsüz, stollarımın başı boşdur, paltar yoxdur. Çünki ütülüb yerinə qoymuşam. Pesi danışanda yaxşını da danışmaq lazımdır. Qızlar, bu tostoranı məndən çox adam soruşur. Mən sizə buradan yenə deyim. Bunu Trendyoldan almışdım. Arzum markasının idi. 2 il əvvəl almışam, 2-3 il əvvəl almışam. Əslində çox razıyam. Sadəcə bax bu tip xalçalarda üzərində o saçdan, başdan tökülən tükü yaxşı götürmür. Çünki şotkası yoxdur. Lakin məsələn mənim başqa ipəkdən xalçam var. Onun üzərində tükü qəşəng götürür. Nə bilim qıraq bucağın əsas bizdə daha çox poldur da, xalça 1-2 dənədir.
Əsas mənə yəni lazım olan polun üzəridir. Onun üzərində çox gözəl təmizləyir. Yəni burada başqa Fantom markasının olan Azərbaycanda satılan Fantom markasının tosturanları var. Bu cür əl tosturanları. Onlar da çox rahatdır. Mamagildə ondandır. Yəni onun başlığını dəyişib şotkalsını alıblar. Yəni cürbəcürləri olur. O da münasib qiymətədir. Onsuz da indi hamısı 80-90-100 manat arası olur. Yəni hər büdcəyə uygunu olur. Yəni istəsəniz onlara da baxa bilərsiniz. Fantom markasınındır. Səhv eləmirəmsə Mamagil Şahin Electronics'dən almışdı. Bu reklam deyil. Sadəcə hər dəfə məndən soruşursunuz tosturanımı, ona görə sizə dedim. Hamam otağı belə yüngülvari təmiz kimi idi. Ona görə çox dərinlik eləmədim. Mənə əsas olan hamam otağında duş kabinanın təmizliyi idi. O da artıq 1 ilə yaxındır, yenə təmizləmirəm. Oranı təmizləyəcəm. Ora üçün də yenə ayrıca bir vlog çəkəcəm inşallah. Və mənim bəlkə də vloqlarımın çoxsunda görürsünüz ki, mən toyuq bişirirəm çox vaxtı. Çünki bizdə ən çox toyuq yeyilir. Düzdür, quzu əti də alırıq, qoyuruq xaldinqə, amma ən çox bizdə bu yeməkdir. Yəni bundan bezmirik, yorulmuruq. Ona görə cürbəcür formalarda da bunu eləmək olur. Bu günlərimdə bunu qəşəng bozbaş bişirəcəm. Qaynanamgildən öyrənmişəm. Sarımsaq qatıqla yeyirdilər. Çox dadlı olur. Qızım da elə sevir. Ona görə də bu gün o formada eləyəcəm. Əslində o sarımsaq qatıqla yeyilən toyuğu böyük toyuqdan və yaxud da xoruzdan bişirəndə daha dadlı olur. Amma neyniyək də kasıbın olanından belə əlimdə tez bişən cücə var, onu eləyəcəm. Yenə də çox dadlı olur. Hər dəfə bunu eləyirəm. Qaynanamgilin həyətində pişikləri var. Ona görə toyuğun qalan yerlərini də o pişiklər üçün yığıram. Xaldenikin buz gözündə saxlayıram. Hər dəfə ora gedəndə aparıram. Hadi sakın. Aa ne bileyim büyük olmuş. Teyze büyük. Hadi. Burada bir markete düşün yer. Şeyde teyze düşün bir.
dın dın. Allah. Dın 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 dın. Yaxınlarıma belə qarlı yolka almayan deyəndə bunu nəzərdə tuturdum. Yəni yer, göy, bütün aləm nəfəsimdən belə qar olur. İnanın Allaha, yəni dəhşət pis gündə oluruq da. Paltardan elə olur ki, yapışır getmir. Nəfəsimə dolur onun qarının tozları. Və ən pis cəhəti də odur ki, hər yuxudan duranda oyanıram ki, yolkanın dibi elə qardı, tökülür hər dəfə. Yəni bir dəfə ilə deyil, hər dəfə o yolka orada qaldıqca töküləcək. Türklər demiş, başa gələn çəkilir. Özüm almışam, özüm yığışdırmalıyam, məcbur. Hələ ki məndən bu qədər qızlar. Videom xoşunuza gəldisə, bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Sağ olun, hələlik.